Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain amma ba'd. Çok kıymetli kardeşler, geçen söhbətimizdə namazın sonunda okunan salavat-ı şerife, Rabbena duaları ve namazdan sonra istiğfarın əhəmiyyətindən bəhsləmişdik. Bugün inşallah namazdan sonra okunan ve birçok fəziləti olan Ayət-i Kürsü, oradan başlayırıq inşallah. Ayət-i Kürsü, fərz namazları əda etdikdən sonra sünnət-i səniyyədə yer alan təslim və təsbihatı etmədən qalxıb getmək namazdan hasil olacaq feyz və ruhaniyyəti bir miqdar ziyan etmək deməkdir. Yəni, zikirləri eləmədən, ondan sonra dua eləmədən, salavat gətirmədən durub həmən getmək namazın feyz və ruhaniyyətini zədələyir. Namazın arxasındakı bu zikir və təsbihatı qənimət bilməliyik. Gündə 5 dəfə bir ömür toplanacaq bu zikirlərə məhşər günündə çox möhtac olacağımızı unutmamalıyıq. Yəni, axirətdə bir də baxırsan ki, bir Sübhanallah'a daha çox desəydi, Allah Resuluna daha çox yaxın olardı, Allah'a daha çox müşahidə eləyərdi. Ona görə onun peşmançılığını çəkəcək. Ona görə bu namazların arxasında olan zikirləri heç unutmayaq, yəni tərk eləməyək. Və yol gedərkən, gələrkən də dilimiz Allah'ı zikr etməklə islah olsun. Yəni, Peyğəmbər Aleyhisselatü Vesselam'a salavat-ı şərifə gətirməklə islah olsun. Salavat-ı şərifəni nə qədər çox söyləsək, bir o qədər qazancımız olar. Allahümme salli alə seyyidina Muhammedin və alə seyyidina Muhammed, Allahümme salli alə Muhammedin və alə Muhammed və yaxud da fərqli-fərqli salavatlar. Yəni, bunun heç bir mənfi təsiri olmaz. Hətta salavata, duama ayırdığım vaxtın neçədə birini sənə salavat gətirməyə ayırım ya Resulullah deyə soruşanda Resulullah s.ə.v deyir ki, 3də birini ayırsam olar mı? Deyir, olar. Daha artırsan sənin üçün xeyir olar. Ən sonunda deyir ki, o zaman, yəni bir neçə sual qarşılığında, ən sonunda deyir ki, o zaman duaya ayırdığım zamanda sənə salavat gətirəcəm deyir ya Resulullah. O zaman deyir, Allah Teala sənin günahları bağışlayar və dünya sıxıntıları, dünya və axirət sıxıntıları gidərir. Yəni, uzaqlaşdırır səndən. Yəni, salavat o qədər əhəmiyyətdir. Peyğəmbər Efendimiz sallallahu aleyhi ve sellem müjdələmişdir. Hər kim fərz namazların arxasında Ayət-i Kürsünü oxuyarsa, cənnətə getməsinə tək əngəl ölüm olur. Nə sayda keçən bir hədis. Yəni, cənnətə getməsinə əngəl olacaq tək şey ölümdür yəni. Hər kim Ayət-i Kürsünü fərz namazın arxasına oxuyarsa, digər namaza qədər Allahın qoruması altında olur. Yəni, nə gözəl bir şey. Hətta yatmadan əvvəl Ayət-i Kürsünü oxuyan kimsə ilahi mühafizə altına girer. Yəni, ona görə yatmadan öncə şeytan o kimsəyə yaxınlaşa bilməz. Yəni, Ayət-i Kürsünü mütləq yatmadan əvvəl oxuyaq. Übey bin Kəb radiyallahu anh belə anladır. Resulullah sallallahu aleyhi ve sellem bir gün mənə, ey Əbul Munzir, Allahın kitabından əzbərində olan hansı ayət daha böyükdür deyə soruşdu. Mən, ey Allah və Resulü daha yaxşı bilir dedim. Efendimiz sallallahu aleyhi ve sellem təkrar, ey Əbul Munzir, Allahın kitabından əzbərində olan hansı ayət daha böyükdür, bilirsənmi? Deyincə, mən bunun, Allah odur ki, özündən başqa ilah yoxdur. Onu nə mürgüləmə, nə də yuxu tutar. O hay, daimi bir həyat sahibi, qayyum, bütün mevcudat özü ilə qaim olandır. Bəqərə surəsinin 255-ci ayəti, yəni Ayət-i Kürsü olduğunu söylədim. Bunun üzərinə Allah Resulü sallallahu aleyhi ve sellem göğsümə əli ilə toxunaraq, sinəmə əli ilə toxunaraq, elim sənə mübarək olsun, ey Əbul Munzir buyurdu. Rəvah Müslim. Yəni, doğru cavab vermiş. Quran-ı Kərimdəki bu ən böyük ayət uzunluğuna görə deyil, ehtişamına görə, fəzilətinə görə. Səni sevirəm. Resulullah sallallahu aleyhi ve sellem bir gün Həzrəti Muazın əlini tutaraq, ey Muaz, vallahi səni çox sevirəm buyurmuşdu. Muaz radiyallahu anh, anam, atam sənə fəda olsun, ey Allahın Resulü, mən də səni çox sevirəm dedi. Daha sonra Fəxri Kainat sallallahu aleyhi ve sellem ona belə buyurdu. Ey Muaz, sənə hər namazın sonunda Allahümme a'inni ala zikrike ve şükrike ve husni ibadetik. Allah'ım səni zikr etmək, sənə şükr etmək və gözəlcə qulluq edə bilmək üçün mənə yardım et.
duasını heç buraxmamanı tövsiyə edirəm. Allahım, səni zikr etmək, sənə şükr etmək və gözəlcə qulluq edə bilmək üçün mənə yardım et duasını heç buraxmamanı tövsiyə edirəm. Rəvah Əhməd bin Ənbəl, Nəsai, Tirmizi. Yəni, Resulullah s.ə.v-in bu kitabına məsəl olmaq üçün insan nəyi verməzdi ki? Muaz radiyallahu anh yerində olmaq kim istəməzdi? Ey Muaz, vallahi səni çox sevirəm. Təsbihat. Əbu Hüreyrə radiyallahu anh belə anladır. Məkkədən Mədinəyə hicrət edən müsəlmanların fağırları, kasıbları Resulullah sallallahu aleyhi ve sellemə gələrək varlıqlı müsəlmanlar cənnətin yüksək dərəcələrini və əbədi nemətləri alıb götürdülər dedilər. O zaman Resul-i Əkrəm Əfəndimiz xeyr ola, onlar nə etdilər ki, deyə soruşdular. Fağır mühacirlər, bizim qıldığımız namazı onlar da qılırlar, tutduğumuz oruçları onlar da tuturlar. Üstəlik onlar sədəqə verirlər, biz verə bilmirik. Kölə azad edirlər, biz edə bilmirik, dedilər. Resulullah sallallahu aleyhi ve sellem sizdən öndə gedənlərə yetişə biləcəyiniz, sizdən sonra gələnləri keçə biləcəyiniz, sizin etdiyinizi edənlər xaricində hər kəsdən üstün olacağınız bir şeyi xəbər verinmi? Deyə soruşdular. Əshab-ı kiram, bəli, söyləyin ey Allahın Resulü dedilər. Resul-i Əkrəm sallallahu aleyhi ve sellem belə buyurdular. Hər fərz namazın arxasından 33 dəfə bu zikirləri söyləyin. Subhanallah, elhamdülillah, Allahu Ekber. Bir neçə gün sonra fağır mühacirlər Resulullah sallallahu aleyhi ve sellemə təkrar gələrək zəngin qardaşlarımız bizim etdiyimiz təsbihləri duymuşlar. Eynisini onlar da edirlər, dedilər. Bunun üzərinə Resulullah sallallahu aleyhi ve sellem belə buyurdular. Nə edək? Artıq bu Allahın bir lütfudur. Allah lütfunu dilədiyinə verir. Rəvah Buxari Müslim. Yəni, Resulullah sallallahu aleyhi ve sellem əshabı xeyir işlərdə yarışırlar bir-birinə. Yəni, nə eləyim ki, qardaşından daha çox savab əldə edeyim? Yəni, daha çox xurcunumda, əməl dəftərimdə daha çox savab olsun deyə mücadilə eləyirlər. Əksik qalmasın. Resulullah sallallahu aleyhi ve sellem Efendimiz belə buyurmuşdular. Namaz ikişər qılınır. Hər iki rükətdə bir təşəhhüddə oturursan. Dərin bir xuşu içində olur, tazarru və niyazda bulunursan. Təvazu və təzəllül göstərirsən. Namazı bitirincə də əllərinin içləri üzünə dönük olaraq uca Rəbbinə qaldırıb Ya Rabbi deyə yalvarırsan. Kim belə etməzsə namazı əksikdir.